Rəqəmsal gələcək artıq uşaqlarımızın gündəlik həyatının bir parçasına çevrilir. Lakin müasir texnologiyalar nə qədər inkişaf etsə də, uşaqların canlı ünsiyyətə, idmana və asudə vaxtlarını səmərəli keçirməyə olan ehtiyacı dəyişməz qalır. Xüsusilə də dərs ilinin yorğunluğunu üzərindən atmaq istəyən balacalar üçün yay düşərgələri əvəzsiz fürsətdir. Düşərgənin növbəti günü də uşaqlar üçün əyləncəli başladı. İdman və səhər yeməyindən sonra balacalar boyama və miskəllik sənəti ilə yaxından tanış oldular. Onlara master-klasslar keçirildi, sənətin incəlikləri izah edildi. Bu günləri səhər-səhər durduq, yemək yeridik, sonra çıxdıq, sonra idman elədik. Sonra gəldi, burada mis qablar döydü, ən maraqlısı da bu idi, ilk dəfə eləmişdim. Ondan sonra fiqurları boyadıq. Mən isə burada bunları etmişəm. Kirpi və maşın. Maşını göy rəng etdim, kirpini yaşıl və göy. İdman insana disiplinli və sağlam olmağı öyrədir. Odur ki, uşaqlar üçün hər zaman olduğu kimi bu dəfədə daha bir idman ustası ilə görüş təşkil edildi. Talih Məmmədov açıq havada düşərgə iştirakçılarına güləşə aid müxtəlif fənlər öyrətdi, onlarla kiçik yarışlar keçirdi. Uşaqlarla maraqlı oldu. Uşaqlar düşünürəm ki, daha çox əyləndilər. İdmançı ilə vaxt keçirmək daha maraqlı olur uşaqlar üçün. Biz də yəqin ki, əlimizdə nə gəldisə onu etdik uşaqlarımız üçün. Öz aralarında güləş yarışı belə deyək keçirdik. Hər şey yaxşı idi, hər şey gözəl keçdi düşünürəm ki. Maraqlı idi, fırlatdım, aşıttım. Və bir dəfə də şey elədim, başından əydim, fırlandı, düşdü yerə. Belə də maraqlı. Düşərgənin bugün 3-cü günüdür. Müəllimlərimiz bir də bizə güləş öyrətdilər. Mən uddum müəllimi. Belə maraqlı keçir düşərgə. Günün sonunda uşaqlar robototexnika ilə bağlı məlumat aldılar. Robotlarla tanış olub onların hərəkətlərini maraqla izlədilər. Qeyd edək ki, bugün düşərgənin 3-cü həftəsinin 3-cü günüdür. Hələ qarşıda daha 3 gün var. Bu isə o deməkdir ki, balacaları hələ bir müddət daha maraqlı görüşlər, əyləncələr gözləyir. Ləman Abbaslı, Atababa Vəliyev, Nabat Fərman qızı, İTV Xəbər.